Gel burada danış ağsaqqal. Deməli, həqiqətən də prokuror əməkdaşları peşəkar fəaliyyəti bir daha da göz qabağında oldu. Ağsaqqal necə qəbul etdilər sizi? Çok sağ olun. Ucadan bir zəhmət olmasa deyil. Qəbul edildiler. Çok sağ olsun. Biz əslən mən kimə onun yadınızda saxlayın ki, ağsaqqal bilirəm həyəcanlısınız. Qətl törənib ağsaqqalın oğluna qarşı və cinayət işi də qaldırılıb və həbsdə olunub. Bu istintaq seridir və bu istintaq obyektiv araşdırma aparılır və biz baş prokurorluqda mühüm şəxslə görüşdük, prokuror əməkdaşı ilə və iş tam nəzarətə götürüldü. Baş prokuror Kamran Əliyevə öz təşəkkürümüzü bildiririk ki, həqiqətən də prokuror əməkdaşları yüksək səviyyədə xidmət qayğı göstərir. Mən ümidvaram ki, ikinci şəxslə cinayət işinə, məsuliyyətinə cəlb olunca çox qısa vaxt. Bu uşaqların gəlib olmasa, bu uşaqların haqqı, ədaləti öz yerini tapacaq. Səbirli olun, biz hüquqi dövlətdə yaşayırıq. Bəli, bizim ümumlüyümüz, pənahımız, dövlətimizdir, dövlətçiliyimizdir. Hüquq mühafizə orqanlarında yüksək səviyyədə xidmət aparır. Və bir gündə prokurorların peşəkar iş fəaliyyətinin səbəbinə o cinayətkar da həbs olunur və istintaq araşdırılır, istintaq serilir. Buyurun, sözünüz var mı? Nəsə? Demək istəyirəm, ümidvarım inşallah atamın qatillərinin hər birisi həbs olunmasını istəyirəm. İnşallah istintaq araşdırılaraq biri həbs olunur və yəqin ki, istintaq nəticəyə gəlsə, o ikinci şəxslə həbs olunur. Sənin bala sözün var mı? Aysa, halal olsun ki, bu kəlməni işlədirsən ki, sən Azərbaycan Respublikasının vətəndaşıdır. Sənin dədən də, anan da bugün dövlətdir, dövlətçilikdir. Allah atamı rəhmət etsin. Ümidvaram ki, qısa zamanda bu qatillər tapılaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Sağ olun.